hədislərimizdə var. Buyururlar, 60 ilin günahlarının kəffarəsinə bərabərdir. Qədirxum günü oruç tutmaq, 60 ilin günahlarının kəffarəsi. Yəni, 60 ilin günahını bir gün Qədirxum günü insan oruç tutmaqla yuyub təmizləyə bilər. Bu günün orucunun bu qədər əzəməti var. Ki, İmam Sadiq əleyhissalam buyurur, Qədirxum günü Fitr və Qurban bayramından üstün və əzəmətli bir gündür. Və bu günü tutulan orucun 100 həc və 100 ümrə savabından çoxdur savabı. Yəni, bir nəfər 100 dəfə həccə gedə, 100 dəfə ümrəyə gedə, İmam buyurur, Qədirxum günü tutulan orucun savabı o 100 həc və 100 ümrənin savabından artıqdır. Bütün dünya müsəlmanlarına bəllidir ki, müsəlmanların iki bayramı var, Ramazan və Qurban. Şiələrdən başqa heç bir dünya müsəlmanları dırnaqarası Qədirxum adlı bayram qəbul etmir və tanımır. Bu azmış kimi Ramazan və Qurban bayramından üstündür. Bir bunu eşitməmişdik, bunu da eşitdik. Onu da qeyd edək ki, biz bugünədək şiələrdən İslam dininə və Qurana zidd bir çox fətvalar eşitmişik. Misal üçün, imamlardan övlad şəfa istəmək, imamların peyğəmbərlərdən üstün olması, imamların qeybi bilməsi, imamların məsum olması, Quranın təhrifi, Kərbəlanın həcdən üstün olması, cənnətdə kişi ilə, qadın qadınla evlənə bilər, cinsi dəyişmək, südəmər uşaqla mazaqlaşmaq, yarım saatlıq siğə, bakirə qızla siğə etmək, siqaretin orucu pozmaması və s. bu kimi misalları çox çəkmək olar. Görəsən bundan sonra İslamda olmayan nə yeniliklər gətirəcəksiniz?